Tək olanda özünə, cəmiyyətdə sözünə sahib çıx deyib atalarımız. Amma təəssüf ki, 3 hərfli sadə ifadənin yükünü hər adam daşıya bilmir bugün. Artıq sözünə sahib çıxa bilməyənlər elə sözün əsl mənasında dilinin bəlasına düşəcək. Sosial şəbəkələrdə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər qadağan olunacaq. Həmin şəxslər məsuliyyətə cəlb ediləcək. Sözü gedən məsələ ilə bağlı Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu ilə İnsan Hüquqları Komitələri İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişiklikləri təqdim ediblər. Nalayiq ifadələrin, əxlaqsız ifadələrin işlədilməsi, həmçinin bu da özünü bir daha deyirəm, ehtiva eləyir cəmiyyətə açıq hörmətsizlikdə. Eyni zamanda həmin məzmunda jestlərin edilməsi artıq inzibati məsuliyyət yaradacaq və nəzərdə tutulur ki, həmin əməlin ilk dəfə törədilməsinə görə 500 manatdan 1000 manata qədər inzibati cərimə, eyni zamanda bir aya qədər inzibati həbs, həmçinin bir il ərzində həmin əməlin törədilməsindən bir il ərzində təkrar həmin əməl törədildikdə 1 aydan 2 aya qədər inzibati həbs və eyni zamanda 1000 manatdan 2000 manata qədər cərimə nəzərdə tutulsun. Sorğuya əsasən deyə bilərik ki, sakinlər qanun layihəsini dəstəkləyirlər. Bunu çoxdan arzuladıqlarını bildirirlər. Sosial şəbəkələrdəki bəzi qara güruhçular isə məsələni fərqli aspektə yönləndirməyə, bunu azadlığı məhdudlaşdırmaq kimi qələmə verməyə çalışırlar. Kimsə cəmiyyətə açıq hörmətsizlik ifadə edirsə, yəni açıq şəkildə kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edirsə, əxlaqa zidd, milli mənəvi dəyərlərə zidd şəkildə bədəninin müəyyən əzalarını nümayiş etdirirsə, həmçinin müəyyən jestlər, hansı ki bunlar açıq formada, həmin jestlərin təhqir olması şübhə yaratmır, bunları açıq formada edirsə, təbii ki, buna münasibətdə hüquqi reaksiya verilməsi zəruridir və azadlıqların məhdudlaşdırılmasına yox, əksinə insanların hüquq azadlıqlarının birmənalı təmininə yönəlib.